İskəndəriyyə kitabxanası təkcə bir bina deyildi. O qədim dünyanın beyni idi. Eramızdan əvvəl 3-cü əsrdə Misirdə yaradılan bu mərkəz insanlığın o vaxta qədər topladığı bütün bilikləri bir yerə yığmaq məqsədi daşıyırdı. Dünyanın hər yerindən gətirilən papiruslar burada saxlanılır, kopyalanır və öyrənilirdi. Burada çalışan alimlər arasında yer kürəsinin ətrafını demək olar ki, dəqiq hesablayan Eratosfen, insan anatomiyasını araşdıran Herofil və ulduzların hərəkətini qeydə alan astronomlar var idi. Bəzi mənbələrə görə kitabxanada 400 mindən 700 minə qədər yazı saxlanılırdı. Ən qorxulu hissə onun məhvidir. Kitabxananın necə yandırıldığı bu günə qədər dəqiq bilinmir. Bəziləri bunu Roma İmperatoru Yuli Sezarın dövrü ilə əlaqələndirir. Bəziləri isə sonradan dini və siyasi qarşıdurmaları səbəb göstərir. Ola bilsin ki, kitabxana bir dəfəyə yox, bir neçə mərhələdə məhv edilib. Bu yanğın təkcə kağızları yox etmədi. O, bəşəriyyətin min illərlə irəliləyə biləcəyi bilik yolunu da kəsdi. Bəlkə də bugün müasir dediyimiz texnologiyalar artıq o dövrdə düşünülmüşdü. İskəndəriyyə kitabxanasının sirri hələ də yaşayır. Çünki yanan təkcə kitablar deyildi. Yanan insanlığın gələcəyi idi.